vermiş oldu, düz deyirsiniz. Yaxşı, bəs bu kimin nitqi idi? Deyir ki, mən sizi deyir bir səhnədə bir aktyor kimi sevirdim. O da Firəngizdir Oqtaya. siz başqa cür başa düşmüsünüz. Deyir, siz özünüz də dediniz ki, Rus aktyorlarına hər gün yüzlərcə qızlar, nə bilim, gül çiçək məktub yazırlar, gül verirlər onlara. Bu deyir, başqa cür sevməkdir də. Bu kimin nitqi idi? Firəngizin nitqidir. Bəs yaxşı, bu kimin nitqidir? Deyir ki, sən mənə anlat görüm, sən nəsən, nə? Allah eşqinə, anlat görüm, nəsən? Bəli, artıq Oqtayın belə deyək də, burada tamamən Firəngiz haqqında bütün xəyalları puça çıxmış olur. Çünki bunlar indi Oqtayın nitqindən biz başa düşürük ki, hal-hazırda bunlar neçə ildir bir-birlərini sevirdilər? 3 il. 3 il. Bəs sürgündən qaydanda artıq nə qədər? 13 il. 10 il keçmişdik, 3 də buradan 13 il idi, bəli. Düz deyirsiniz, qəşəng. Yaxşı, suni həyat axtarışından bezən obraz, həqiqət axtarışı. Oqtay. Qəşəng. Aslan bəy məktub, o konvertin arasında ona pulları verir. Bu Oqtay, yəni neyin yermədinə? Başına çırpır. Oqtay pulları, bəli, onun başına çırpır. Deyir, Oqtaya görə, düşüncəsinə görə bütün bu insanları, Firəngizin beynini qarışdıran hər şey nə idi? Maddiyyat. Maddiyyat idi. Ümumiyyətlə, cəmiyyəti deyir bu günə sürükləyən, bütün bu, yəni, insanları grammofon kimi danışdıran, bu pulun üstündə qurulmuşdu. Pulu deyirdi, düzdür. Bəs Oqtay intiqam eşqinə, almaq eşqinə düşmüş olur. Deyin görün bir dənə də. Aha, bir dənə də əsərimizdə var idi. Öz bəxtindən intiqam almaq. Bəli, bir dənə də əsərimizdə var ki, uşaqlar intiqam məsələsi var idi ki, obraz intiqam almaq istəyirdi. Hansı əsər? Bir yox, daha doğrusu 2 əsərimizdə. İntiqam almaq istəyirdi. Harada? Ana faciəsində. Aha, ana faciəsində düzdür. Səlim intiqam almaq istəyirdi. İsmət intiqam almaq istəyir orada. Bir də var idi, bax, yadınıza düşsün. İntiqam, xavər, ah yavrum. Yadınızdadır? İblis əsərində, bəli. Ay, sağ ol. İblisdə də var idi. Yaxşı. Deyə görüm siz mənə intiqam almaq istəyindən sonra orada Aslan soruşur ki, siz kimdən intiqam alacaqsınız? Oqtayın nitqində nə var idi? Yadınızdadır? O deyir ki, mən sizdən almayacam, özümdən, həyatımdan, bu eşqimdən intiqam alacam. Eyni zamanda Oqtay orada deyir ki, hər halda deyir, mənim intiqamım deyil. Layiq deyilsiniz siz. Bəli, Baraketli odun parçalarından olmayacaqdır. Mənim deyir, intiqam hədəfimdən siz çox aşağısınız. Yəni, Aslan bəy intiqam hədəfində görmürdü. Deyirdi, mühit zaman özü gələcək və mühit irəliləyəcək. Mühit deyir, özü deyir, sizdən deyir, öz intiqamını alacaq və sizin kimləri arxıba atacaqdır. Yenə də Aslan bəy təkrar soruşur ki, axı siz demədiniz ki, kimlə alacaqsınız intiqamı? Oqtay da deyir, kimdən alacam? İndi Səadətin dediyi fikirdir. Eşqimdən, taleyimdən, idealımdan, tanrımdan, həyatdan, mühitdən, yoxluqdan, həqiqətin yoxluğundan və eyni zamanda bu hissədən sonra artıq Oqtay özünü səfirlər padşahı adlandırır. Bir də görüm siz mənə, Oqtay özünü el oğlu adlandırırdı. Oqtaya görə ya xalq olmalıydı, ya da ki, yəni, ya xalq olmalıydı, ya da özü olmalıydı. Təbii ki, Oqtay da xalqı seçmişdi. Bəs kimin nitqində, əgər əvvəlki hissələr birinci pərdəni oxumusunuzsa, kimin nitqindən görürük ki biz? Deyir ki, orada anam bacın deyir. Səmədin nitqindən, Səməd deyir. Səmədin nitqindən. Desəm ki, Oqtay Eloğlu faciəsində lirik parçalardan istifadə olunmuşdu. Doğru danışıram. Bəli. Nitqində görmüsünüz. Sadət deyirəm ki, Firəngiz o nəsə oxuyur orada. Mən aşiq neylim sənə? Bəli, Firan nitqindən eyni zamanda Oqtay da oxumuş olur orada, düzdür. Yaxşı. Deyə görüm sən mənə kimin nitqi idi ki, deyir ki, mənə deyir kömək eləyin deyir. Sonra deyir yazıq qardaşımı deyir sürgün elədilər. Ondan sonra Sevər deyir. Davamını deyə görüm davamında nə var idi? Sevər nə deyir orada? Qardaşımı deyir sürgün elədilər. Mənə də deyir 4 il bu Firəngiz saxlayır. Sonra da boşanandan sonra məni çölə atırlar. Dayısı bunların evini satır. Öz həyatından danışır da orada. Bəli, orada deyir ki, Firəngizin maddi yardımından əvvəl dayısına ümumiyyətlə Oqtay gedəndə bu Sevər 5-6 yaşında uşaq idi. Bacısını dayısına tapşırıb getmiş olur. Sonra deyir elə oldu ki, hər şeyimizi satdı dayım. Deyir ondan sonra da öldü getdi. Yəni dayısı ölür. Sonra deyir Firəngiz deyir mən küçələrdə olanda deyir Firəngiz deyir küçədə qaldım deyir. Firəngiz məni tapdı, kördü. Mən gəl yanında qulluqçu eləyir. Sonra əri gedib bax bunu boşur, başqasını aldı və bunun ikisini tuluyur. Səhv deyirsən. Firəngizin yanında qulluqçu olmur. Sevər Firəngiz Sevərə kömək edirdi. Sonra elə olur ki, Danyar bəy Firəngizi boşuyur. Firəngizi boşuyur. Mənim kömək edir. Yanında nəsə olmurdu onun. Firəngizin yanında qulluqçu olmur. Sevər başqa qapıda qulluqçuluq edir. Sonra kömək edir. Bəli.
Həlalsından Xəstəliyinə görə Firəngiz ona kömək eləyirdi də. Allah sağ ol, bəli. Xəstələndiyinə görə qulluqçuluqdan da çıxardılar. Ona görə Sevər hal-hazırda dilənçi idi və Sevər bütün bunları yanındakı dilənçi qadına danışırdı, dilənçiyə danışırdı. Və Oqtay təbii ki, burada biz Oqtay artıq 10 il keçmişdi, sürgündən qayıtmışdı. Biz Xaspoladla Səmədi gördük. Səmədə ümumiyyətlə Oqtayın atası yaxşılıqlar eləmişdi. Səməd ona görə belə deyək də Oqtayla maraqlanırdı. Ancaq bunlar təbii ki, yaxşı dostluqlara söykənmirdi. Çünki ən azından Çünki Sevər heç Sevər maraqlanmırdılar. uzaqda qalmışdı. Çünki Sevəri, yəni heç kim onun taleyi ilə maraqlanmamışdılar. Əvvəlki dedi ki, Xaspolad bəs niyə görə burada Oqtayı axtarıb tapırdı? Yəni məqsəd, Çünki şəxs. təzədən teatra qaytarmaq Oqtayın istəyirdi. əsl dostuydu da, ona görə hər kəs Oqtayı istəyirdi, ona görə. Xaspolad teatrın müdiridir uşaqlar. Hə Xaspolad də mən dedim teatra qaytarmaq istəyirdi. Tarix üçün Oqtayı axtarır. Yoxsa nə edirdi Oqtayı? Bəs Şəkinski kim idi? Kim? O müdür idisə Şəkinski müdür Şəkinski deyildi bəs. rejissordur, rejissor. Rejissordur. Tabataranski əvvəlki rejissordur. Oqtayın o sürgündən öncəki rejissoruydu. Şəkinski isə hal-hazırda 10 il keçib sürgündən sonraki rejissor Şəkinskidir. Və Şəkinskinin gözü Oqtayı götürmür. Teatrın müdiri isə Xaspoladdır. Yaxşı? Aha. Sonra nə vardı burada? Bəs burada biz kimin nitqindən görürük ki, deyir ki, bəs bu 10 il müddətinə deyir hardaymış? Bunu Səməd deyir. danışanda. Bəli. Bəs yaxşı, kimin nitqi idi? Deyir, qubernatoru təhqir etdiyi üçün sürgün elirlər. Oradan Və Türk Səməd. Yox, Səməd Xaspolat yox, deyil. Xaspolat. Səməd soruşur Xaspolat. zərfə. Xaspolat isə cavab verir. Cavab Deyir, verir, sürgün hə. eləyirlər, qubernatoru təhqir eləyir, sürgün eləyirlər. Ondan sonra deyir ki, Türkistana hökumət əleyhinə çalışdığı üçün yenə də deyir, tutub Sibirə göndərirlər. Bir sözlə 5-6 ildən bir bunu boşlayırlar, bir də nəsə iş qarışdırır, bunu bir də salırlar içəriyə. Ömrü belə keçmiş olur. Və eyni zamanda inqilabdan sonra buna azadlıq verilir və böyük bir vəzifə də təklif edildiyini biz Xaspoladın nitqindən görürük. Lakin qəbul eləmir. Çünki deyir ki, mən bu dünyaya ayıb baxa bilmərəm. Yəni ümumiyyətlə bu qubernatorun yanında Rüşdiyəni bitirdiyinə görə Dilmaz işləmək falan o hissələrini də Səməd buna təklif eləmişdi. Ancaq bu yenə imtina eləmişdi. Ondan əlavə Rus teatrına getməyi yenə Səməd buna təklif eləyir ki, get Rus teatrına, bizim teatr yarananda qayıdarsan. Yenə də bu istəmir. Yəni heç birisindən razılaşmırdı və eyni zamanda sual versəm ki sizə bütün bu olanları Xaspolad hardan eşitmişdi ki, bu nə bilim qubernatoru təhqir elədi, oradan bura sürgün olundu falan. Bəli, Qəzetlərdən. Yo, Mədinə düz dedi. Krımlı bir yoldaşı var deyir, ondan eşitmişəm. Qəzetdə yox. Yaxşı. Bu da belə. Bunlar yəni bunu tutub çıxarmağa çalışırlar bu meyxanadan ki, aparsınlar, ayırtsınlar. Xaspolad düşünürdü ki, bunu aparıb bir yerdə 2 gün saxlasaq, ayılmış olar. Və burada biz eyni zamanda bunların nitqindən görürük ki, bu Səmədlə Xaspoladın nitqindən görürük ki, bu qızdan da danışırlar. Çünki Xaspolad deyir ki, o vaxtlar deyir, bir qız idi. Bəli, deyir, mən o qızı çox görmüşdüm. Səməd də deyir ki, bu işin içində mən də var idim. Özü deyir, mənə həmişə deyirdi ki, o xalqdan ayrılıb mənə çiçəklər gətirirdi. Sonra deyir, necə olursa, yəni aləm qarışırdı, o bayaqçı o məsələlər, Firəngiz bunun eşqini imtina etmiş olur. Sonra deyir ki, Səmədin nitqidir ki, deyir, qəribəsi budur ki, qız da onu sevirdi, deyir. Və deyir, ilk əvvəllər gördüm, sevindim, deyir, sabah bizim də teatrımız, aktyorlarımız var deyə. Məktəbə kimsəyə rahatlıq vermədim. Sanki deyir, bütün deyir, iftixarımın yəni bir istinadgahı idi. Firəngiz Oqtay üçün bir həqiqi istinadgah olub da, məbəd olub belə desək. Sonra deyir, onu başqasına verdilər, bax Səmədin nitqidir. O yazığın da son örpəyinə dək deyir, qumarda uduzdu. Axırda da deyir, onu çıxardı. Deməli, və deyir, başqa bir zəngin qadınla evlənmiş oldu. Hal-hazırda deyir, o azad qadındır, söhbət Firəngizdən gedir. Və deyir, məni görəndə deyir ki, Səməd bəy, mən onu çox sevirdim. Firəngizin nitqidir bunlar. Deməli, biz buradan görürük ki, son örpəyinə qədər qumarda uduzulan Firəngizdir. Danyar bəy onun bütün varını, mülkünü uduzur daha doğrusu və ona görə ondan sonra onu boşuyur. Amma Sevərin nitqindən biz tamam başqa informasiya aldıq. Yenə də qarışdırıb verərsən, Səmədlə Sevərin nitqini qarışdırar. Yəni burada diqqətli olmaq lazımdır. Və həm Səməddə, həm də ki Sevərin nitqində Firəngizin ikisi ilə də əlaqədə olduğunu biz görürük. Hər ikisinə də mən onu çox sevirdim. Bu nitqlərin şahidi olmuş oluruq. Oxşar cəhər kimi götürə bilərik. Burada Muxanla olan haqq hesablar var ki, Muxanın başına butulkanı geyindirir. Bunlar da pulu verirlər. Nəsə bir təhər bunu çıxarırlar çölə. Və eyni zamanda Oqtay burada çörəyi götürür. Muxan çörəyin pulunu istəyir, vermir də. Çörəyi götürmə səbəbi isə çölə çıxanda o Sevərlə olan söhbətindən aydın olur ki, əslində deyir, mən səni görmüşdüm, deyir, sənin üçün götürmüşəm. Amma deyir, mən hardan bilim ki, sən həqiqətən acsan. Öz bacısına deyir, amma bacısını tanıya bilmir. Sonradan deyir ki,
Burada deyir, mən deyir, onsuz da sənin üçün götürmüşdüm. Evim olsaydı deyir, səni aparardım. Fəqət deyir, Oqtay Eloğlu xarabələr bayquşudur. Bunu deyəndə Sevər deyir, sən kimdən kimi dedin, bir də denən. Deyir, sən kimsən deyir. Deyir, sən Allah deyir, kimsən? Deyir, hansı Allah deyir. Allahla deyir, mənim aramda olan məsələ hələ deyir, ixtilafdır. O deyir, mən səni yaratmışam. Mən deyirəm, mən səni. Mən deyir, bir kölgəyəm. Nəysə, Sevər bir də soruşur ki, Oqtay Eloğlu adını axı hardan bilirsiniz? O da deyir, bir vaxtlar deyir, mənim adım idi. İndi isə mən yoxam. Burada acı bir səhnə yaşanmış olur. Qardaş-bacı bir-birini Deyir ki, qardaşınız orada Bəli, tanıyır. qardaşım, bəli, Xaspoladla Səməd də buna şahid olurlar və Oqtayın yenidən səhnəyə qayıtma səbəbi Sevərin Pul acı ehtiyacı idi. Sevər saxlamaq. Acısını bəli saxlamaq üçün. Çünki deyir sən hal-hazırda deyir cavansan, amma nə olsun deyir, fəqət bir dilənçisən. Səni deyir kim alacaq? Birazdan deyir yaşlaşacaqsan, üzün qırış olacaq. Onu ümumiyyətlə deyir, sən heç kimə lazım olmayacaqsan da. Bəli, və burdan sonra Oqtayın nitqindən görürük ki, deyir o mən deyir burada olmayanda, yəni hansı ki başına gələn o proseslərdə, sürgün falan həyatında bir deyir xalqı düşünürdüm, bir deyir səni düşünürdüm. Bir də deyir ki, o bivəfanı Firəngizi. Firəngizi, bəli, xalqı, Sevəri, bir də Firəngizi düşünürmüş. Bəli, və bütün bunlarda özünü günahkar hesab edir ki, yəni bunların yəni səbəbkarı mən deyir səni bədbəxt eləmişəm də. Ondan sonra yəni razılaşır ki, yəni səhnə alacaq, teatra çıxmaq üçün razılaşmış olur.